Salam, bugünkü mövzumuz denoun dərsidir, yəni isim. İngilis dilində isimlər 3 qrupa bölünür. Birinci qrup simple nouns, sadə isimlər. Məsələn, ona misal olaraq göstərə bilərik ki, e-book, kitab, an apple, alma. Simple nouns yalnız sözün kökündən ibarət olunur. Sonra ikinci qrup derivative nouns, düzəltmə isimlər. Düzəltmə isimlər sözün kökü və sözün kökünü sufiks və prefiks artırmaqla düzəlir. Məsələn, ona uyğun misal göstərə bilərik ki, sadness, unhappy, unhappiness, happiness və s. Sonuncu qrupumuz isə compound nouns, yəni mürəkkəb isimlər. Ona misal olaraq göstərə bilərik ki, sunflower, sonra sunset, butterfly və s. Sonra isə mövzumuz isimlərin cəmlənməsidir. İsimlərin cəmlənməsi də 3 qrupa bölünür. Biri normal hal, yəni ən çox istifadə olunan S şəkilçisi artırmaqla düzəlir. Məsələn, a pen qələm, pens qələmlər. İkinci qrup isə əgər sözün sonu S, double S, SH, GH, TGH, XOZ ilə bitərsə, sözün sonuna S yox, ES artırmaqla sözü cəmləyə bilərik, ismi cəmləyə bilərik. Üçüncü qrup isə sonu Y ilə bitən isimlərdir. Sonu Y ilə bitən isimlərdə əgər Y hərfindən əvvəl gələn hərf saitdirsə, yalnızca S artırırıq. İkinci növ isə əgər Y hərfindən əvvəl samit gələrsə, Y hərfi düşür, ES əlavə olunur.